Bismillah və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Bilirsiniz ki, zahidlik etmək bəyənilən bir şeydir. Sadəcə həddi aşmaq olmaz. Məsələn, bəziləri görürsünüz ki, zahidlik eləyib. Məsələn, Rasulullah sallallahu aleyhi və sələm vaxtında gəldilər, dedilər ki, biri dedi, biz həmişə oruç tutucuq, həmişə ibadət edəcəyik, yatmayacaq və evlənməyəcək. Yəni, bunlar zahidlik deyil, bunlar həddi aşmaqdır. Və o insan bu dünyada olan nəsibini almalıdır. Sadəcə həddi aşmaq və onun üçün çalışmaq, dini unutmaq, xeyri işləri unutmaq, xeyri əməlləri unutmaq, xüsusən də ibadətləri, bu nədir, insana fayda vermir. Və insan əgərləri varlıdırsa, imkanlıdırsa, mal dövləti varsa, o da zahid ola bilərmi? Yəni, onun hər şeyi var, yəni var dövləti var. Ona görə də Sufyan Əs-Səvridən rəhmətullah aleyhi soruşdular ki, bir insanın ki, var dövləti var, o zahid ola bilərmi, zahid insan ola bilərmi? Dedi, bəli. Əgərləri imtihan olanda, yəni bəla gələndə, sıxıntı olanda səbir eləyərsə və verdiklərinə, Allah Taala'nın verdiklərinə şükür eləyərsə, nə verərsə, yəni artıq o zahid insandır. Yəni varlı insanda bunların olması nədir? Biraz ağır məsələdir. Hər bir varlı insan bunu eləyə bilmir. Çünki bəla gələndə, sıxıntı gələndə, yəni təkəbbürlü olur, qəbul eləyə bilmir. Və yaxud da bəzən görürsən, deyir ki, bunlar mən özüm qazanmışam. Yəni, şükür eləmək yaddan çıxarır, unudur və çox rahatlıq ona, yəni, unutturur çox şeyi. Və ona görə şükür etmək də o demək deyil ki, bəzən olur. Bəzisi yemək yiyən vaxtı bir şey alan deyir, əlhamdülillah, əlhamdülillah. Yəni, şükür etmək o deyil. Təkcə əlhamdülillah deməklə şükür etmiş kimi olmursun. Yəni, bu o deməkdir ki, sən hər bir məsələdə Allah Taala'nı xatırlamalısan və ondan danışmalısan və qəlbində onu düşünməlisən. Təkcə yeməklə və yaxud da geyməklə rahatlıqda əlhamdülillah demək, şükür eləmək ki, hər şey yaxşıdır, şükür Allaha. Sıxıntıda da şükür eləməlisən və hər bir şeyə fikir verməlisən, yəni Allahı xatırlamalısan və bununla sən şükür etmiş olursan. Və Allah Subhanahu taala bizi xeyir içərisində etsin. Allah Taala bizi şükür eləyən qullarından etsin, səbr eləyən qullarından etsin. Allah Taala bizi qorusun, Allah bizə xeyir qapıları açsın. Allah cəmaatımıza, qovum əqrəbəmizə hidayət versin, doğru yola yönətsin. Allah ölkəmizi qorusun, Allah əsgərlərimizi qorusun, Allah ölkə başımızı qorusun, xeyir üzərində etsin. Allah bütün müsəlmanlara kömək olsun. Subhanakallahumma və bihamdik. Nəşhədu an la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.